Bugün çok vacip bir, mənim üçün vacib yoxdur, çalışacağım zahir etməyə görə əlbəttə ki, Rus bəstəkarı Igor Stravinski, amma biz həmişə Fərəc müəllimi bizim böyük ustadımızın yubileyini olmuş xanımızın. Onun bir yaxşı sözü var ki, istənilən yaradıcılıq növü avtobiyografiyanın başqa bir təzahürüdür. Yaradıcılığın hər bir növü avtobiyografiya. Burada daha çox hətta kulturoloji aspekt daha çox olacaq, nəinki musiqi, amma bir yerdə sonra müzakirə ediləcək. Bu əsər Stravinskinin istifadə etmə əsəri. Keçən il bu əsərin 100 illik tamam oldu və mən bu barədə bir neçə dəfə mühazirə etdim. Müxtəlif aspektlərdən toxunmaq olar bu əsərə. Bizim cəmiyyət üçün isə çox maraqlı bir tərəfi bu var. Belə deyək, bu əsər bizim də çox bağlı olduğumuz, kültür boyu ilə belə deyək, bağlı olduğumuz, uzun illər bağlı olduğumuz Rusiyanın identifikasiya axtarışları ilə ən əsas məsələsi və onun buradadır. Rusiya bəlli olduğu kimi Qafqaza 200 il əvvəl gəldi. Biz də bu kontekstə qoşulduq. Burada bizdə böyük bir kültür prosesləri getdi. 100 il bundan əvvəl də böyük bir proseslər gedirdi. Maarifçilik və başqa çox yaxşı tanışdır. Rusiyada da bu proseslər getmişdi. Bir qədər bizdən daha öncə, demək 19-cu əsrin əvvəllərindən Rusiya böyük bir imperiya çevrilməyə başladı. Bizim regiona da gəldi. Və bununla bağlı Rusiya daxilində böyük diskursiyalar başladı. Bildiyimiz kimi, insan cəmiyyətlərini müxtəlif cür adlandırırdılar. Məsələn, Platon və Aristotel zamanında buna polis deyilir. Bir polis var, onun identifikasiyası lazımdır. Sonralar sivilizasiya, yəni terminlər meydana gəldi. Bundan sonra artıq cəmiyyət, sonra millət, sonra ümmət, sonra müxtəlif formaları, sonunda da cəmiyyəti hətta kültür kimi də identifikasiya edilməyə başladılar. Mən bununla razıyam. Çünki istənilən xalqı ədəbiyyat yaradır və formalaşdırır. Bu çox aktualdır romantizm dövründən. 19-cu əsrdə romantizm dövründə axtarışlar başlayır. Çox böyük axtarışlar Rus cəmiyyətində də təlatümlərə getirir. Çünki 19-cu əsrə qədər Rus cəmiyyətində elə bir şübhə yox idi ki, biz Avropalıyıq. Pyotrun reformalarından sonra Rusiya birbaşa Avropa imperiyası olmağa can atırdı, amma 1812-ci ildəki o müharibədən sonra böyük bir dərin qarşı durma yaranır, böyük bir böhran yaranır. Bundan niyə görə onu danışıram? Çünki bu əsərin konteksti bundan ibarətdir. Böhranda Rusiya cəmiyyətinin daxilində zapadniki, slavyanofil, yəni qərbçilər və sevərlər. Doğru. Bunların qarşı durması durur. Bu çox köklü, sivilizasyon bir qarşı durmadır. Bizim cəmiyyətdə də bu olub, yeri gəlmiş, onun təzahürü bizim cəmiyyətdə də olub. Füyuzatlar, Molla Nəsrəddinçilər demək olar da, belə deyək də. Əli bəy Hüseynzadə ilə Mirzə Cəlil ki, belə deyək, qarşı durması. Bu qarşı durma nəticəsində böyük fəlsəfi disputlar yaranır Rus cəmiyyətində və təbii ki, bu Rus musiqisinə də təsirsiz ötüşməyəcəkdir. Yeri gəlmişkən, eyni buna yaxın bir proseslər Rus Wagner'dir. Amma bütün bunlar istənilən halda hələ çox dərin köklərə xitab etmir, arketiplərə gedib çıxmır. Bu hələlik sırf birinci lay folklor idi, belə deyək. Folklor temalarına müraciə, Çaykovskinin yaradıcılığı, başqalarının yaradıcılığı, bütün bunlar, bütün proses, 19-cu əsrdəki proses gətirir, çıxardır. Mən belə sevirəm ki, əvvəl-axır zapadnik edilən qərbçilər məğlub olur. Çünki 19 Rus musiqisində 20-ci əsrin əvvəllərində baş verən hadisələrdən danışır. Rus musiqisi artıq 19-cu əsrdə özünü təsdiq elədi. Avropada Çaykovski və başqa bəstəkarlar. Amma bu əsərlər istənilən halda, yəni belə deyək də, ya Avropanın tam təqlididir, ya da onun orientalist bir bəzəyi. Məsələn, Çaykovskinin violin konsertinin 3-cü hissəsində də fagor qollarının Rus xalq musiqisi var. 20-ci əsrə yaxın artıq bəstəkarlar daha dərin qatlara, Qara etdirir onu. Deyir ki, mən folkloru təqlid etməyin əleyhinə daha dərin qatlara müraciətin tərəfindəyim. Bizdə də bu proses baş verib, biraz sonra.
Demək, 20-ci əsrin əvvəlinə yaxın bu Nikolay Rimsky-Korski ümumiyyətlə hamı bilir, Rus məktəbinin banisi. Bir vayda Çaykovski məktəbində bu ayda Peterburgda Rimsky-Korski və onun ətrafındakı bütün bəstəkarlar. Bizim tanıdığımız Stravinsky'nin özü, Prokofiev, bizim Shostakovich'in müəllimi, Maksimov və başqaları, hamısı Rimsky-Korski'nin məktəbindən çıxdı. Belə bilmiyorlar ki, bizim Azərbaycan bəstəkarlıq məktəbinin də köklü Rimsky-Korski'nin məktəbindən çıxır. Çünki oradan bir xət var. Rimsky-Korski, Maksimov, Shostakovich, Qaraqaray və bizim bəstəkarlıq. Ona görə bu məsələ çox vacibdir bizim, çünki biz araşdıraq bunun mahiyyətini anlamışıq. Bu 20-ci əsrin əvvəlinə yaxın, 20-ci əsrin, yəni ilk illərində Rimsky-Korski 3 son ortasını yaradır. Bunlar artıq, burada artıq həmin baş verici hadisələrin sanki öncə görməsi var. Adlara baxın, Kaşşey ismiyyətli, İstazani 12 qradı, görünməz şəhər, yəni utopiya, artıq utopik bir şəhər arzusu hissi olunur. Yəni, həmin bu dövr, fikir versək 1902, 1907, 1908, Alfa Petrov bu fantastik bir əsərdir. Amma fantastik bir fantezi bir əsərdir və orada elə bir priyonlar var ki, yəni, belirlikdə müasir musiqili yüzündən sonra təsirini tapır. Və bu dövr çox qaranlıq bir dövr Rus cəmiyyəti üçün təlatümlər baş verir. Rus inqilabı oldu 1905-ci il, orada çox köklü dəyişiklər oldu, konstitusyon, monarxiya, reformalar, fonlar və burada da Rus cəmiyyətində özünü təsdiq etmə, Avropalılarla özlərini qarşıya qoymaq. Yəni ki, anlaşılmış ki, artıq Rusiya Avropa deyil. Yəni, bəs Rusiya nədir? Özümüzü axtaraq da. Bizim cəmiyyətdə də yeri gəlmişkən baxın, Azərbaycan Avropadır, yoxsa Asiyadır. Hər halda bu suallar qoyulur. Əlvənin romanı yazıqları onun birinci səhifəsində deyir. Avropa haradır? Şakir dörlərini qaldır, deyil. Mən Asiyada qalmaq istəyir yazıqladım. Bu axtarışlar var idi. Bizə də təsir edir bu axtarışlar. Bizim musiqidə də təsirini sonralar tutacaq. 60-cı illərdə. 60-cı illərdə. Biz bunu davam edəyək. Başqa digər figür. Belə gör ki, bax, Rahmaninoff hamıya aydın olan bir bəstəkar, hamı tanıyan bir bəstəkarı. İkinci fortepiano konserti artıqda ifa olunmuş, hamı yorulub. Amma yox, fikir verir. 1910-cu illərdə onun məsələləri elə noktalar qeydə olur ki, burada öncə görməni hissələ, hələ arketiplərə müraciət yoxdur təbii, Rahmaninoff başqa bir tip bəstəkardır, amma burada da məsələn, 2-ci simfoniyanın 3-cü hissəsi, Adagio'nu eşitsəz, orada sanki bir vida mərasimidir. Sanki keçmiş qədim İmperiya Rusiyasının mövcud olduğu gözəlliklərlə vidalaşır bəstəkar. 8-ci ildə 1-ci Dünya müharibəsində bir neçə illərlə tutulub qalır. Amma bir çox bəstəkarlarda o öncə görmə var idi. Şönbergdə məsələn, Ervartın intizar, nəyin intizarındaydı o? Nə hissi, niyə görə o qədər dəhşətli bir ekspresiya yaradır o? Baxı heç də yoxdur. Avropada artıq 40 ildən çox müharibə də yoxdur. Çox böyük bir açılışlar dövründür, nə bilim, elektrik peyda olur, bütün evlərə gəlib, telefon istirah olunur, nə bilim, insan uçmağa başlayıb, insan əbədiyyətə qovuşur kino vasitəsilə. Elə açılışlar var idi ki, bəşəriyyət, hamı deyir ki, artıq bundan sonra nə ehtiyac var barbarizmə, müharibələrə, qan tökməyə yox. Biz amma bəstəkarlar, rəssamlar, ədəbiyyatçılar bu hiss edirdilər, öncə görməkdir. Öncə görmək çox dərin təsir edir. Məsələn, bu əsər var, Ostrovnov, orada cəmi 2 tema var. Mən biraz musiqiçilərin üçün danışım, amma dostlarımız da çox dinləyə bilər bu əsərləri. O qədər acımasız bir, belə qorxunc bir mövzudur bu Ostrovnov, ölülərin adası. Əslində, baxırsan ki, adi bir poemadır, amma yox. Gələcəyi, hətta Rahmaninoff qədər belə deyil də, işıqlı bəstəkar, belə də kifayət qədərdir ki, bu qədər də belə ağır mövzulara müraciət edildi. Yenə də bu bəstəkarın da yaradıcılığında bu dövr, qaranlıq, axtarışlar dövründə qaranlıq sanki hiss edir. Bir qədər geriyə dönmək, mən danışdım bu kontekstindən. Niyə görə bunlar danışım sizə ki, bu əsərin yaranma kontekstini başa düşək. Nədən Stravinski bu cür bir əsər yaratdı və nədən bu belə bir arketipik laylara müraciət edir? Nikolay Danilevski Rusiyada 19-cu əsrin ikinci yarısında belə deyək, ən
belə yeri olan bir filosofdur. Yugoslaviya nəfərlərə aid idi, belə deyək. Və onun ən güclü, ən böyük bir manifesti Rossiya, Rusiya və Avropa. Burada bu qarşı durmanı yazır. Çox böyük bir fəlsəfə əsər də orada olur, uzun hissələr var. Mən cəmi 2 hissəni burada qeyd eləmişəm. Burada yazır ki, nədən Avropa, Rusiya düşmən münasibətdir? Çox ağır sözdür, fəlsəfə üçün, filosof üçün, eyni əsər üçün. Bu qədər açıq yazır və burada şeirlər də var. Yəni, bu artıq epiqraf kimi yazır, öz sitəsini. Sonra isə yazır ki, Rusiya, Avropadır, yəni retorik sualdır da, yəni aydındır ki, əgər bu suala qoyursa, əvvəl ona müsbət cavab verirsə, bu isə bu suala qoyursa, bu deməkdir, negativ cavabdır, xeyr. Bu, adda bir neçə essə yazılır Rusiyada həmin dövrdə. Bundan sonra Vladimir Sologov adda bir filosoflar başqaları bu sual ətrafında uzun bir çəkişmələr gedir, çox uzun bir çəkişmələr. Hansı ki, gətirir, çıxardır məşhur gümüş əsri. Gümüş əsr Rusiyada incəsənətin, yəni həm əsas da poeziyadan təbii ki, burada poeziyadan da söhbət gedəcək. Amma musiqiyə də, rəngkarlığa da, başqa incəsənət, başqa növlərinə də çox dərin təsir etmiş bir dövrdür. Gümüş əsr nə demək? Yəni, əgər gençlərdən kimsə bilmirsə, yəni, burada xitab olunur Pushkin dövrünə. Pushkin, yəni bu Rus poeziyasının Allahı kimi, yəni onun dövrü qızıl dövrüdür. Pushkinin yanında olan şairlərdə orada, Deniz Dalıdır, nə bilim orada, Zhukovski, bir çox. Paratinski, sağ olun. Yəni, ya da Salat. Yox, doğrudan da bunlar hamısı görkəmli şairlərdir. Ondan sonra Lermontov gəlir orası. Bu qızıl dövrüdür. Bu qızıl dövründən 100 il sonra yeni bir axım peyda olur və bunlar gümüş dövrüdür. Sonradan üzrəmən əlbəttə adlandırırlar ki, bunlar qızıl deyil. Bizdə gümüş dövrüdür. Bunlardan biri həmin gümüş dövrün bir neçə nümayəndələrini bura qeyd elədim. Musiqidən biraz dönər söhbətdir, amma kontekst üçün çox vacibdir. Çünki musiqi də elə ədəbiyyatdan çox qidalanır. Samımız bunu bilir. Viacheslav Ivanov, 1891-ci ildə artıq skiflərə müraciət oldu. Skif mövzusu nədir? Demək, Rusiyanın Qaradəniz sahillərində arxeologları 19-cu əsrin sonuna yaxın bu skif tayfalarının abidələrini, müxtəlif arxeoloji tapıntılar tapılır. Bu sanki Rus cəmiyyəti üçün yeni bir belə bir paradigmaya çevrilir ki, aha, biz Avropalı deyilik, bizi demək qəbul edəmədiniz, Krım müharibəsində Osmanlı'nın tərəfini tutdunuz, nə bilim, orada 1877-78-ci ildə Osmanlı'ya müharibə edəndə Konstantinopolun düz qarşısında bizi saxladınız, bizim üçün bu düşmən münasibətdir, bizi qəbul etmir Avropa. Onda demək, biz Asiyalıyıq, bizim kökümüz var, bu skiflərdir. Biz skiflərə qayıdacaq. Bu da sanki bir növ, bu həm üsyan xarakteri idi bu Avropa sivilizasiyasına qarşı. Həm özünü identifikasiya etmək üçün belə bir dayanıqlı bir nöqtə tapılır ki, biz baxırıq bu skif. Həm də bu bir növ, belə də arxetiplərə qədimliyə müraciət ki, bu 1891-ci ildə skiflər, burada şeirlər var, amma burada çox ekspresif bir şeirlər də olur. Skifə müraciət olunan şeirlər içərisində gümüş əsr müstəsna yer tutur. Demək olar, bütün bu parlaq şairlər hamısı skif barədə yazır. Yer gəlmişkən, bizdə 1892-ci ildə Əli bəy Hüseynzadə Turan adlı şeir yazır. Bu birinci dəfədir bizim ədəbiyyatda Turan adlı bir mövzu yaradır. Demək, bu prosesdə hal-hazırda paralel edilmiş bu axtarışlarda. Bizdə aşağı-yuxarı ümumiyyətlə paralel gedir bu şeydən axtarır. Axundov da məsələn. Yəni, öz dövrü üçün də belə, həmin dövrdə ateizm belə bir mütləq bir dominantlıqdır ki, ziyanlı bir adam mütləq ateist olmalı. Birinci, bizim ilk yazıcımız ateist oldu, qəribə bir şeydir biraz. O, həmin Avropada, Rusiyanın özündəki tendensiyalarla paralel edir. Burada isə Əli bəy Hüseynzadə bilmirəm, bu şeiri bilmirdi, bundan bir il əvvəl oxumuşdursa, amma 92-də Turan şeiri yazır, sonra da Füyuzat jurnalını yaradır. Füyuzatla da Molla Nəsbəddinçilər çox böyük qarşı olması qurur. Molla Nəsbəddinçilər sırf qərbçi yolu, qərb yolunu seçmişdilər. Füyuzat isə başqa yolu istəyirdi və belə qarşı durumu o zaman da çox intensiv olur. Necə ki, indi də var əslində. Başqa şairlərə baxan, başqa Konstantin Baymanov. Bu da çox vacib figurdur, Müşəssin, Skifli.
Bu şehirləri mən buradan yaxından işliyorum, amma siz yəqin oxuya bilərsiniz. Nə qədər ekspresiv, nə qədər belə passionar, Gumilyovun təbirince desək, çox passionar, çox gücü olan belə tekstlər, mətinlərdir. Və bunlar hamısı sanki bir üsyan xarakteri. Burada artıq slavyanofillikdən danışılmır. Bu artıq arxetipə müraciət olunur birbaşa. Burada belə deyək də, Çaykovski mövzusu deyil artıq. Folklorun birinci qatından götürən melodiyaya müraciət edəyək, biz obraz yaradaq. Yox, artıq bu qədim laylara müraciət birbaşa. Fikir verin, bax, Valeri Dursun, bu ümumiyyətlə müstəsna bir figurdur. Bu Stefanos, çələng əsəri və bunun həmin bu skif məsələsinin belə apageyi. Həm də burada fikir verin, 905-ci ildə həmin o böyük Telatumlər ərəfəsində Rusiyada bir Yuşibun, Gələcək Hunlar adlı bir şeir yaradır. Və bu Hunlar kim idi? Bu kimin öncə görməsi? Həm bolşevizmin öncə görməsi idi. Ki, elə bir varvarizm gələcək ki, hər bir şeyi tərk edəcək və biz buna sevinirik. Bütün bu şeirləri, bunların bütün bu mıskifi. Bax, burada da yazılır. Ümumiyyətlə, bu mövzu tam bir dominant bütün Nikolay Gumilyov məşhur Lev Nikolayeviç Gumilyov Türkoğlu, Sovet Türkoğlu onun atasıdır və Ana Axmatova həyat yoldaşı olub bilirsiniz. Nikolay Gumilyovda da belə bir sanet var və burada o deyir ki, ne чудится, это не обман, mой предок был татарин Kasaglazı. Yəni bir növ, bir növ belə deyək də, proses kimi səslənir. Sanki Avropalılarla qarşı-qarşıya durmaq ki, mənim əslim, Kasaglazımızda biraz hətta belə deyək də, biraz brutal ifadələr işlədir. Amma bütün bunlar həmin bu ekspresiyanı çatdırmaq düşünülür. Sonradan vaxtınız olsa bu əsərlərə bir diqqət edin. Görün, necə bir ekspresiya var, necə bir verilmiş bir ediyor. Eyni iman. Skufya, skifa, bu artıq söz oynudur, skifskaya. Bu da belə bir cəmiyyət ölçülü bu. Bu cəmiyyətin belə deyikdə çox belə proqram kitabı Die Indo-Germani, Otto Schrager adlı Alman arxeolog və kulturologun bir əsəri idi. O zaman bu ideyalar Avropada var idi, Indo-Avropa xalqlarının ümumi bir kökdən, belə deyək də, ailələrin bir ümumi kökə malik olması ideyası. Bax, burada da həmin bu cəmiyyətdə də bu arxetip kimi skiflərdən gəlmiş ayrıca bir sivilizasiya. Ümumiyyətlə, Rusiyanın ayrıca bir sivilizasiya olması məsələsi uzun illər danışılır. Bu ayrıca bir sivilizasiya deyilsə, hətta Şpengliyevin kitabında sivilizasiyaların kontekstləri var idi. Orada bir sivilizasiyanı ayrıca bilirsiniz. Orada sonra Rus kulturologları neçə dəfə yazmışlar, orada ayrıca qeyd olunmalıdır. Rusiya Avropanın içində deyil. Ayrıca bir sivilizasiya. Aleksandr Blok'da hamı yani tanrıya bu meşhur. Binaz ayırması olacağız. Ve skif. Burada eyni tane mevzudur. Eynisiyle de yani yaratıcılıkta, təsvirin cəsədində də bu mövzuya müraciət edilir. Çitay, yani geçə bilməz bu mövzuna. Burada da hər bir yerdə mütləq qeyd olunur. Bunlar bu insanlar, yəni həmin dövrün kültürünün açar figurlarıdır. Özü hamısını da saymaq mümkün deyil aydındır. Bir neçəsi mənə məlum olanları saymaq. Amma bu ideya o qədər belə bu atmosferi götürmüşdür ki, yəni bəstəkarlara da bunu təsir eləməyə bilməzdir. Çünki bəstəkarlar da bu arxetiplərin, layların çox dibinə inməliydiler. Bu qara təmin edəcəklər. Və görək bu necə başlayır. Maraqlı və paradoksal bir hal olur ki, bu laylara emmək üçün Rus baleti antreprizası bunun səbəbkarı olur. Əslində Rus baleti nədir? Belə ki, balerina, Paçka, Çaykovski, Şılkunçi, hamı bilir də bu quşu görür baleti. Burada axı nə ola bilər? Rus folklor musikisidir və salam, nə arxetipi, nə
başqa nə ola bilər? Yox. Yox, belə olmur. Diagelevin yaratdığı həmin bu Rus baleti Avropada furor yaradır. Nəyə görə? Çünki bu sanki yeni yeni bir təzahürdə tamamilə başqa həmin o barbar motivlərini gətirirlər və bunu sanki Rus identifikasiyası kimi göstərilir və doğrudan da böyük furor yaradır. Yer gəlmişkən bir şey deyim ki, burada Skifskiy usulda Prokofiev, Sergey Prokofiev, o vaxt çox gənc bəstəkar, lap gənc bəstəkar, Yenicə konservatoriyanı bitirmişdi. Ya onun birinci fortepiano konserti var. Bizim üçün indi o klasika, o zaman furor yaratmışdı. Hətta konservatoriyanın rektoru Glazunov çıxmışdı zalına qiymətdən. Məcbur buna qiymət yazaq, amma yəni musiqi deyil. Bu əsərin yaranması, bu Diagelevin təşəbbüsü yox. Diagelev özünün həmin Rus sezonu üçün yeni bir balet yaranmasını istəyir. Jarptitsa, bu belə bir arxetipik mövzu. Lyadova müraciət edir, Lyadovun yazdığı onun xoşuna gəlmiş. Sonra Çelebindən deyir, sonra bir neçə bəstəkar. Onlar folklor yazırdılar. Bura folklor artıq maraqlı deyildi. Üstəndir. Ona barbarik, həmin bu skif mövzuları lazımdır. Və nəhayətdə bu, həmin bu musiqi xuliqanı olan Prokofievə müraciət edir ki, bu əsəri yazsın. Bu əsər çox gözəl bir suiteyə çevrilir, baletə çevrilir. Çünki bu çox, belə deyim, pasiyanar adamlar adətən bir-birindən danışığa gələ bilmirlər. Bu dəfə də burada elektriklik baş verməyib. Burada necəsə olur, həmin bu baletin librettosu, mövzusu və musiqisi Diagelevin xoşuna gəlmir, tələb edir ki, dəyişsin. Bu da gənc bəstəkar, çox pasiyanar, özündən razı olmur. Və sonunda bu musiqini çevirir, gətirir, belə bir çox maraqlı bir simfonik suiteyə çevirir. Bir neçə dəqiqə bizim mövzumuz bugün bu əsər deyil, amma başa düşmək üçün bir qədər dinləyə bilərik. Ən çox hoşuma gələn əsərlərdən biri daha gərəkləyəndir. Çünki biz davam eləməliyik. İndi, bax, belə növbəti musiqi xuliqanlarından biri də Stravinski idi. Həmin dövrdə Stravinskiyə də müraciət olunur. Stravinski həmin Rus sezonu üçün üç dənə məşhur Jarptitsa, Petruşka və Müqəddəs Baharda bu məşhur əsərlərdir. Dünya musiqisində də xüsusi bir çevriliş etmiş əsərlər. Bu əsərlər yazılır və burada artıq balet və onun musiqisi artıq folklor mövzusu buna demək olmaz. Bu, arxetipik laylara yönəlmiş belə bir əsərdir ki, həm arxetipikdir, həm də ultramoderndir. Bax, belə bir paradoks baş verir bəstəkarların yaradıcılığında. Xüsusən də Prokofievdə bu əsər keçici olursun, çünki sonra Prokofiev gəlir klassik, özü elan edir ki, klassik musiqi yazmaq lazımdır, klassik simfoniya, obersin, yaradıcılığın növbəti mərhələsini klassisizmə qayıtmaq. Düzdür, Stravinskinin də 15 illik Rus periyodundan, bu avangardist periyodundan sonra özü elan edir ki, neoklassizmə keçir. Amma biz indi bu barədə danışacağıq. Bax, həmin bu 1909-cu ildən sonra 1923-cü ilə qədər sonuncu əsər Rus mövzusunda, Rus periyodunda olan sonuncu əsər Svatinkadır. Mənə elə gəlir ki, o əsər əlbəttə Müqəddəs Bahar qədər məşhur deyil, amma mənə şəxsən elə gəlir ki, bu Rus periyodunun Stravinskinin əsərin tacıdır, Svatinka əsəri. Fikir versəz, əsərin adını Svatinka qoymuyor da Svatinka. Yəni, burada da bir, sanki kiçik bir, belə bir qeyd kimində, yəni Svatinka. Bu, sırf mərasim, hansı bir mərasimə işarə olunur. Və burada bu əsər, yəni bu da balet kimi yazılırdı. O əsərin yazılma tarihi də çox maraqlıdır. Bəzi mənbələr 12-ci il deyir, bəzi mənbələr 13-cü il deyir. Yəni, aşağı-yuxarı 10 il bəstəkar bu əsərin üzərində işləməli olur. Çünki çox
mürəkkəb və perioda, həm əsərin özü çox mürəkkəb idi. Çünki burada həmin o toy mərasimi, qədim arxetipik mərasimi alt qatlarına işləmək üçün, yəni burada sırf folklor istifadə etməklə bəstəkar keçinə bilməyəcək. Yəqin ki, bu əsərdə demək olar ki, folklor istifadə yoxdur. Hamısı orijinal musiqidir. Burada bəstəkar bu ekspresiyanı çatdırmaq üçün əvvəl simfonik orkestrə müraciət eləsə də sonra bundan imtina edir. O istəyir ki, bura mexanistik alətlər gətirsin, İtalyan futuristlərinin alətlərini bura qoşsun. Amma alınmır çünki müharibə başlayır və 13-cü ildən sonra bilirsiniz, kommunikasiya çox çətin idi. Axırda o 4 fortepiano bunların mexanistik alət kimi istifadə etmək qərarına gəlir. Fortepiano tamam bir yeni bir rakursda səslənir. 6 zərb alətləri ifaçısı, xor və 4 solist. 4 solistdən sopran gəlin rolundadır. Bu çox formal olaraq, formal olaraq, yəni əslində adı belə gedir ki, Nives'də orada yazılır, amma xüsusi belə bir ayrıca bir mövzusu yoxdur və ən maraqlısı odur ki, dəqiqən çox xoşuma gəlir bu əsər. Bu əsəri balet kimi qoysa da sonradan musiqinin belə deyək, subyektliyi, bu musiqi, baletdə musiqi necə olur? Tətbiqi musiqi. Biz baletdə musiqini xüsusi oturub dinləməyik. Baletdə orkestr səhnənin altında olur. Əsas bizim fikrimiz pantomima, baletin özündə. Burada isə musiqinin subyektliyi o qədər güclüdür ki, o qədər belə deyək də, özü-özünə yetərdir ki, burada artıq balet sanki ehtiyac olmur və bu əsər sonradan sırf belə kantata kimi çox belə ifa olunur və indiyə kimi də ifa olunmaqda 100 ildən sonra heç bir aktuallığını itirməyib. Bizim musiqidə də belə deyək, bu axtarışlar başlayır. Bizim musiqidə ümumiyyətlə belə deyək, romantizm dövrünü bizim musiqi keçirdi 20-ci, 30-cu illərdə və Asəf Zeynalov ölkən romansı yazır, ölkənin Hümmət eləyir, Üzeyir bəy Nəsrəddin, təbii ki, Müslüm Maqamayev Nəsirə, sonra Fikrət Əmirov, bunlar hamısı belə deyək, romantik bir belə cərəyan idi və Qaraqayev yaracanın birinci dövrüdür. Amma Qarayev artıq demişdi ki, mən folklordan istifadə etmək istəmirəm, mən istəyirəm daha dərin qatlara müraciət edib. Onun öz yaradıcılığı belə deyək də, buna misal kimi demək olar ki, düzdür, dodekafonik xəttə eləməyə cəhd göstərir və qismən də alındı 3-cü simfoniyada. Amma bundan sonra 60-cı illərdə bizim bir neçə bəstəkarımız bu barədə düşünməyə başladı. Həsən bəy, Adı Gözəlzadə, rəhmətli Aydın Əzimov, Camal Şəquliyev, sonra və bunun yekunu mənim fikrimcə, bəlkə subyektiv, bu Akşin Əzzadənin yaradıcılığında biz görürük. Çünki Akşin müəllim böyük simfonik lövhələr yaradır, məhz arxetipik qatlara müraciət. O artıq buna folklor biz deyə bilmək, bu artıq arxetiplərlə işləmək. Hissələri, bu əsərin hissələri də maraqlı, 2 hissədən ibarətdir. Birinci hissə Kasa, Ujinka, Roboda Nives'dir. Bu birinci hissə sanki bu yeni ailənin qurulması barədədir, mövzusudur. Kasa, yəni bu hörük çox vacib bir məsələdir, aktivdir. Sanki bu gəlinin öz qız keçmişindən vidalaşması orada ağlayır. Sonra Ujinka, ikinci hissə isə Krasny Stol, çox maraqlıdır. Rus dilində Krasny, qırmızı ifadəsi əslində qırmızı rəng deyil, gözəllik mənası. Krasnaya devletsə da gözəllik. Krasnaya, yəni Krasnaya qızıl oldu istəyirdim. Əslində qırmızı oldu deyirlər, amma qızıl oldu. Yaxud Krasnaya ploşit, krasa, ümumiyyətlə bu krasa, o deməkdir ki, çox belə var oldu. Burada da Krasny Stol, yəni çox böyük bir pirşis var. İkincisi də bundan ibarət. İndi əgər etiraz etməsəniz, biz bu əsəri dinləyərdik. Sonra isə düşünün, söhbət edə bilərik bu mövzuda ətrafında. Çünki bizim cəmiyyətdə də bu axtarışlar çox aktualdır. İndiyə kimi də yer gəlmişdir, bəstəkarlarımızın daxilində, bax bu, belə deyək, qarşı durma, Avropada, şərq. Qarşı durma deməyək, diskussiya deyək də bu. Bu davam etməkdə çox vacib bizim üçün. Mümkün olardı videonu yanlar. Çok küçük, kısaca belli ki
dinlədik hamımız bu əsəri. Burada alətlərin təsviri müstəsna belə bir ayin xarakteri daşıyır. Fikir verin, ancaq zərb alətləri istifadə olunur və 4 fortepiano da zərb aləti kimi təsvir olunur. Burada başqa bir orkestr aləti, yaylılar, nəfəs alətlər, heç bir, demək olar ki, həmin o romantik, impressionistik, bundan əvvəlki bütün dövrlərdən qalıb, heç bir izi də yoxdur. O artıq, belə deyim də, həmin o mənim sadaladığım gümüş əsrin öncə görmələri, o dəhşətlərin, həmin o skiflərin, bunların gəlişi, son nöqtəsidir. Belə maraqlı, simbolik bir rəqəm, numerologiyanın, mən özüm inanmıram, amma maraqlı bir cərgəsi olur. 22-ci ildə Sovet İttifaqı yaranmağı ilə həmin bu axtarışlara son qoyulur. Artıq o skiflər, bunlar gəlir, özü yuxarı başda, qırmızı meydanına qoyulur, qırmızı ordunu yaradırlar. Qırmızı rəngə bürüyürlər, az qala bütün planeti. Və bununla da Stravinski sonuncu əsərdir, bax, bunun nöqtəsini qoyur bu axtarışlarını. Və bununla da bitir. Bundan bir il əvvəl də Nikolay Gomilov, həmin o gümüş əsrinin açar demək figurlarından biri güllələnir. Baş blok da həyatını çox faciəli surətdə bitirir, ölür. Bu gümüş əsrin sonu çox faciə ilə bitir, amma həm də bu yeni bir yaranışın nöqtəsidir. Belə deyək də, hər dəfə bir nöqtə gəlir sivilizasiyanın dalmasında bitir. Bu da çox parlaq bir nöqtə idi ki, hansısa qoyulur. Amma bu əsərin Rus musikisində sonralar təzahürü olub. Yadınızda keçən mühazirədə mən bir əsəri göstərmişdim, Mıtetividir yadınızdadır. O əsərdə artıq kim bilir? Necə? Martinovun əsəri o elə bir bəstəkardır ki, deyir ki, musiqinin sonu gəlir, bəstəkarlığının sonu gəlir. Onun öz fəlsəfəsi var, o barədə biz danışmışdıq. O elə bir əsər, installyasiya yaratmışdı, Mıtetividir. Orada da demək olar ki, bütün Rusiyadakı belə deyək, Monqol xalqlarının oxunuşundan istifadə olursa, bu da arxiteklərə başqa müraciət edir, belə deyək. Bu əsərlə Stravinski dabı periodu bitirir və yeni bir dövr gəldiyi üçün neoklasizmə müraciət edir artıq başqa. Amma neoklasizmdə də, belə deyim, həmin bu dövrün səsləri eşidilməkdədir. Mən bu yaxınlarda xüsusi olaraq violin konsertini açdım, bir daha dinlədim. Mənim üçün o Stravinskinin etalon neoklasizmidir. Amma orada da Petruşkanın, Svadibkanın motivləri yenidən səslənir. İstər-istəmiz bəstəkarın yaradıcılığında o iz buyurur. Maraqlı bir paradoks da sizə deyim. Sovet musiqişünaslığında Stravinskinin adı qadağan edilmişdi, birisi də belə bir dövrüydü. Amma onun Rus dövrü hesab olunurdu ki, yaxşıdır. Mən çox maraqlıdır ki, hansı Rus musiqişünasları bu qərarı və milli olduğu üçün bu əsəri fikir verdirsə, qəribə bir paradoksal bir əsərdir. Arxetiplərə müraciət edən milli bir əsər olmaqla yanaşı ultra müasir bir əsər. Ultra avangard, həmin dövr üçün Avropa avangardının belə deyirlər, lap öndə gedən nümunələrindən biri. Çünki Avropada da bu folklora müraciət edən böyük görkəmli bəstəkar var. Bartok, Bela Bartok. O da axtarışlar deyil, amma onun axtarışları hələlik o arxetiplərə söykənmirdi. Yenə də onun axtarışları hər halda folklora söykənirdi, folklor axtarışları. Bartok sonradan öz axtarışlarını genişləndirəcək, əlbəttə Stravinskidən təsirlənəcək. Bu qarşılıqlı təsir olur. Belə bir paradoksal hal məncə unikaldır dünya musiqisində. Çünki ya belə deyək də, ya orientalist tərəfdən olur əsər, folklor, ya da ki, belə deyək, avangard. Amma burada bu hər iki aspekti çox parlaq şəkildə ifadə edə bilir bu bəstəkar. Ona görə mən hesab elədim ki, bu əsər barədə bugün danışsaq yaxşı olar və bunu dinləsək də yaxşı olar. Bizim musiqilərdə bu təmayüllər var, bu barədə danışacaq. Bu minnətdaram, indi məncə söhbət dinləsə yaxşı. Bakı Müasir Müzik Cəmiyyətinə təşəkkür etmək istərdim ki, bu müzakirə elədiniz. Əslində sual yox, mən bəzi adları çəkmək istərdim, əlavə icad edərsinizsə. Siz Prokofievin bu möhtəşəm skif suitasını göstərdiniz. Onun libretosunun müəllifi çox maraqlı bir şair Sergey Gorodetskiy var idi.
Qaradetski öz ilk yəni bir adımlarda o yenə də simvolizm üslubuna aid idi və onun ilk kitabı, Yarim adlı kitabı yenə də həmin o Rus arxetipik obrazların əsasında bir şeirlər yazdı və bir vaxt yəni o biri şairlər, həm də Brusov, yəni Balmont da, Blok da dedilər ki, bu çox maraqlı və yeni bir baxışdır, yəni poeziyaya və şeirlərə və bu çox maraqlı bir faktdır ki, həmin o Qaradetskiyə demişdi ki, yəni bir librettonun müəllifi olsun. Heyif ki, yəni bir balet kimi bu bir 10 il deyəsən sonra realizasiya kimi olmuşdur. Onun müəllifi elə Branislav Nijinsky idi ki, Svadibkanın xoreografiyası müəllifi. Nijinsky təbii ki. Vaslav Nijinsky'nin bacısı. İkinci adı Svadibkanın dekorasiya müəllifi Görkem rəssam Natalya Goncharova və maraqlı bir faktdır ki, o Pushkin'in Natalya Goncharova'nın yəni bir prapravnuchka, что-то в этом роде. Əslində burada bizim hörmətli sənətşünas oturub Elçin Bəlmişabili, o məncə mənə yalan söyləyə icazə verməz ki, elə Natalya Goncharova Rus vizual incəsənətində o 20-ci əsrin öncəsində elə bu yenə də arxetipik obrazları vizual incəsənətə gətirdi və onun bəzi əsərlərdə elə o qədim totemlərin vizualizasiya var idi, yəni bəzi Katanboya əsərlərdə o totemlər var, həm də illüstrasiyalar da var və elə Rimski-Korsakovun operası və bəzi o biri əsərlərin elə o və onun həyat yoldaşı Mikhail Larionov deyəsən. Bu iki adları məncə çox vacibdir yəni çəkmək, çünki bu kontekstdə çox uyğundular. Bir də mən axır söz demək istədim, mən niyəsindən soruşdum ki, kimin fasında əsər göstəriləcək və yəni Valeri Alisovich Gergiyevdir orada. Əslində mən düşünürəm ki, yaxın 10-15 il ərzində ən maraqlı və yüksək səviyyəli səs yazma o Teodor Kurenzis'in səs yazmasıdır. Çünki Teodor Kurenzis yenə də bu arxetipik obrazları yeni bir üslubda, yeni bir səviyyədə, yuxarı səviyyəsinə çıxartdı və bu diskdə Pyotr Çaykovskinin birinci violin konserti ilə bir yerdə yazılıb. Bu səs yazma həqiqətən şəxsi mən düşünürəm ki, ən parlaq və ən yüksək səviyyəli səs yazmadır və bir burada oturanlara, adamlara bir məsləhət vermək istədim ki, əgər vaxt olarsa, elə Kurenzis'in səs yazması da qulaq asardınız, çünki həqiqətən o birisi bir yoldur və çox maraqlı bir yoldur. Çox sağ olun. Yaradılır musiqidə uzun illərdən sonra Nikolay Korozov adlı bir bəstəkar var, Rus bəstəkarı. O da həyatından çox belə faciəli sorunla bitirdi, mühacirətlər. O arxetipik olaylara erməni ortamda başqa bir səviyyəsi, yarı yolanda səhv oldu. Bizim fortepiyanlardan 86. Yok 81. Ondan 81. Yok Bakı'da Sakalov faydamıştım. Sakalov. Yani Meslekalar fabrikada görüşürüz. ona bir formatlamışlar faydamıştım. Böyle dersler de var. Markalanlar yani bir formatlamıştım. Yani iki bir tatma olan. Ben de bir arkadaşlarım istiyorum. Bunlar kısa bir şey. Bu konsept çok önemli. Ama ilgili konsept değil. Ben mesela bir kere şey dedim ki folklor ve klasik usulü yazmak ediyorum. Tamam başka dilde de folklor. Mesela el atlar.
qadlar deyil. Nəsə çox maraqlı məsələdir və buna görə sözünü almışam. Yəni, konserslər ola bilər, başqa insan ola bilər, arxeologiya deyirlər, arxeologiya, yaxud izlərlə, teorislik olur. Mən niyə bunu deyirəm? Ona görə ki, orada İvanovun adı göstərildi. Çitor Ivanov'un bir kitab var. Dionizlə Protagonist. Deməli, o daxililə Dionizlə deyilən çap yaratmış. Və o kitabı Vişlav'ın Bakı'da yazdı. Ve Bakı'da çırtatsın daxililə. Ve Bakı'da o şahsi vaxtıyla şair dostları getirdi. Bakı camiyle. Ve o kitabda Joyce Protagonist kitabından istifade edildi. Ve orada kim sağladı o kitabı? O orada Eser Hüseyin'dir. Eser Hüseyin'dir. Eser Hüseyin'dir Bakı'da olduğunu bilmiyor. Bu ne diyelim? Sabah Eser Hüseyin'dir oldu. Sabah Hüseyin'dir 95 yıl. Rütülerinde silsile izler. Daha önemli. Stratejiyle daha önemli. Medeniyet çok önemli. Bu izlerin üstünde biz muhtemelen kazanırız. Bu izler o kadar varlığı ki biz doğrudan da alacak izden başka bir derfe gidelim. Bunun her çoğunları gördü ki ben size bu Allah'ta görüyorum ki üçüncüsü biliyorum. Bu necik bilim aldım. Bu kadar kuvvetindeyiz. Bizler haklısınız. Əslində istənilən bir musiqi əsərini, cəsarət əsərini bir cür təfsir etmək olar. Prismalar fərqli olar. Amma bizdə bir neçə dominant var. Məsələn, Şönbergin bir ifadəsi var idi ki, folklorla demək, klasik musiqi bu yağ və su kimi birləşir. Belə bir məşhur ifadəsi var da Şönbergin dediklərinin tam təksidi bu əsərdir. Çünki bu həm belə deyil, tamam arxetipik bir milli musiqidir, həm də ultrabasik musiqi. İndi də üstünə 100 il keçəndən sonra da təravətini əsla itirməmiş belə bir əsərdir. Bilmirəm, mən hər dəfə dinləyəndə bir qəribə bir zövq alıram. Hər əsərdə oldu. Biz bu barədə bir yaxın kollegalarla danışdıq ki, zaman çox dəhdardır, musiqi əsərləri çox tez kökməlidir. Bu barədə mübahisəyə müzakirə etdik. Doğrudan belədir. Bizim 10 illər əvvəl çox xoşladığımız bəstəkar, İngilizcə görürsən ki, zaman bozulur. O ki, qaldı deyəniz, o zamanlar çox məşhur idi, mövzucu o 20-ci illərdə. Hətta bu Konstantin Namsakotyanın Diyənisin Gülüşü, Diyənisin Gülüşü adlı romanı var. O əsəri bu yaxınlarda Almanyada çap edildilər, Alman dilində çevirdilər. Təəssüf ki, o əsərinə baxmamışam. Konstantin Namsakotyan Ziyadın ulu babası idi, Gürcistanın mərhum prezidenti. O Diyənis mövzusu 20-ci illərdə çox böyük bir, həmin o passionar partlayışından ki, mən danışdım, o yalnız Rusiyada deyildi, bizdə də var idi. Avropada var idi. Belə qəribə bir 20-ci əsrin əvvəlində böyük bir, çox böyük bir passionar axtarışlar var idi. Bunlardan da biri həmin o Diyanisizm. Yəni ki, pagan laylarına qayıtmaq, ənənəvi dinlərdən imtina, ənənəvi mənəviyyat artıq insanlar qanun etmir. Pagan laylarda özlərini yeni identifikasiya axtarmaqlar. Sən də buyurun. Teşekkür ederim size ve bütün teşkilatçılara. Ben musiqişünas deyiləm, musiqiçi deyiləm, amma bütün tanışdıqlarımdan sonra bu əsəri dinlədik. Öz hissi plasda yaranmış bir sualını istəyirəm. Məsələn, məndə bu musiqi Rus folklorunu daha çox təzahür elətdirən və duyulan bir musiqi kimi gəlir. Rus toy ənənələri və orada hissələrin alın çəkilmiş o elementləri və mənə maraqlı gəldi ki, siz dəfələrlə bir neçə dəfə vurguladınız ki, məhz bu əsərdə Stravinski daha dərin adlarda arxetiplərə müraciət edir. Bax, sizə görə bu konkret hansı məqamda təzahür edir? Məndə bu daha çox Rus folkloru üzərində yazılmış, təbii ki, çılpaq folklordan danışmıram. Böyük bəstəkar tərəfindən işlənmiş folklordan danışmıram. Daha çox o tərəfdə duyğu yaratdı. Amma mən istəyərdim ki, məsələn, siz peşəkar, bəstəkar və musiqişünas kimi deyəsiniz, bax, bu hansı məqamlarda o arxetipik qata varırdı və bunu ilə musiqi
musiqisində təzahür olunur. Təşəkkür edirəm. Minnətdaram bu sual üçün. Mən barədə danışdım, ola bilər bəlkə səhvli danışmışam. Bundan əvvəlki dövrdə bəstəkarlar, məsələn, Çaykovskidə deyək, dahi rus bəstəkar, 19-cu əsr, romantizm ənənəsinə uyğun olaraq folklordan istifadə edirdi. Orada sırf belə deyək, rus musiqi nümunələrini götürüb, melodiyanı demək olar ki, dəyişmədən gətirib musiqi əsərində simfonik aranjmanla, belə deyək, ifa edilir. Çox əsərlərində var. Məsələn, violin konserti ən parlaq nümunələrindən biridir. Bu əsərdə isə, bu əsərdə demək olar ki, heç bir folklor sitatı yoxdur. Yalnız bir dənə orijinal rus mahnısından sitatlar çox kiçik bir yerdə istifadə olunur. Qalan hamısı Stravinskinin orijinal əsəridir. Amma əsas mahiyyət fərqi nədən ibarətdir? Bu əsər romantik ənənədə yazılmır. Folklordan istifadə romantik ənənənin yekun məhsuludur. Yəni ki, 19-cu əsrdə bu peyda olur. 19-cu əsrdən əvvəl, belə deyək, milli bəstəkarlıq məktəbləri kimi anlayış yox idi. Üç böyük musiqi ölkəsi deyək, belə camiə əsərində, o zaman ölkədə yox. İtalyan, Alman və Fransız musiqisi. Bunlar mərkəzi, elə bil ki, belə deyək, mərkəzi musiqi dünyası idi. Ətrafdakı xalqların isə musiqi mədəniyyəti, yəni kültürü, akademik formada 19-cu əsrdə romantizmin təsiri altında, milli ideyaların yaranması təsiri altında yaranır. Və Çex məktəbi, belə deyək, Rus məktəbinin özü, Norveç məktəbi, Polşa bəstəkarlıq məktəbi, bunlar hamısı 19-cu əsrin məhsulu. Və bu romantik ənənə adı romantizmdir. Romantizm, yəni, aydındır, böyük bir cərəyandır. Romantizmin məqsədi arxetiplər deyil və romantik musiqinin məqsədi ayin deyil. Bu əsərin ümumiyyətlə qayəsi bir ayindir. Ayin musiqinin ilk qədim dövrlərdə mövcud olmuş forması. Romantik dövrdə olan musiqi ayin deyil. Bu yəni tətbiqi musiqi deyil. İnsanlar gəlirdi zala, zalda simfonik orkestri ifa edirdi, insanlar bu əsəri dinləyirdi. Bunun sanki sakral təbiəti yox idi artıq. Amma qədim dövrlərin ayin musiqisi nədir? Belə bir məsələn bir toydur. Onun başlanğıcından əvvəl ayin ifa olur. Ola bilir, başqa bir yerdə şamanistik ifadır, başqa bir yerdə sırf, nə bilim, hansısa bir alətlərdə ifa olur. Amma bu musiqinin subyektliyi yoxdur, tətbiqi musiqidir. Tətbiq olunan, nəyə görəsə tətbiq olunur. Məsələn, biz, necə deyək, biz də Azərbaycanlılar üçün də bu toy böyük bir ayindir də, belə sakral bir ayin. Biz orada musiqini dinləmirik ki, biz daxil oluruq və orada o zal deyil, biz ona köklənmirik. Ayin belə bir şeydir ki, bunun sakral tərəfi olur, çox mistik tərəfi olur və bu, belə deyək, bədii əsər deyil. Ayin bədii əsər ola bilməz. Ayin, məhz nəyisə hansısa bir sakral mərasimi icra etmək üçün prosesiyadır. Bax, bu 20-ci əsrdə bəstəkarlar artıq musiqinin həmin o romantik tərəfindən dönüb, gəlib bu sakral ayinə çevrilməyəcəkdir. Mən bayaq dedim, bu alətləşməsində də özünü göstərir. Burada sırf zərb alətlər. Zərb alətləri də bilirsiniz, ya bu hərblə bağlı olur, ya hansısa bir yaxşı çağırmaq üçün tutaq ki, ayindir, yaxud başqa bir yas mərasimi üçün olur, yaxud başqa bir zərb alətləri istifadəsi yekun tərəfi gəlir, 20-ci əsrdə çıxır. Ondan əvvəl zərb alətləri demək olar ki, Avropa musiqisində çox az ifa olunur. Yalnız timpani, bir də sinç. Bu da Osmanlı ordusundan gəlir, Avropa musiqi məkanına daxil olur və orada əvvəl Haydnın simfoniyaları, sonra Beethoven simfoniyası 19-cu əsrdə bir qədər genişlənir. 20-ci əsrdə isə zərb alətləri artıq yekun subyekt kimi istifadə edilir. Burada artıq başqa alətlərə ehtiyac yoxdur. Mən elə gəlir ki, qismən cavab verməyə çalışdım. Buyurun. Elmir, bir məqama sadəcə olaraq toxunulmuna, yəni ki, biz Çaykovskidən danışırıq. Biz orada Rus musiqisində 19-cu əsrdə qüdrətli dəstə xətti var. Dəstə var, Mussorski var. Yəni bunlar fərqli idilər biraz yanaşmalar axı.
Çaykovskidən. Da, Çaykovski fərqlənir də axı. Mənə elə gəlir ki, bu müəyyən mənada olmuşsunuz ki, zat xəttinin hardası davam edir. Da, oldu. Amma eyni zamanda Salim mənim çox gözəl bir sual verdi. Musiqi dilində burada çox belə də, nə bilim, dəhşətli belə yeniliklər var. Bu tamamilə parçalıyı, bu ayrı-ayrı kapevka deyirik, onlara ritmik onun rəsmi, o qeyri-müntəzəm ritm filan da. Yəni bu Müqəddəs Baxarın bir növ belə də, Müqəddəs Baxar simfonik bir əsər idi. Bu isə onun bir başqa bir mərkəz ahiridir. Razısan məndən? Məncə bu Müqəddəs Bahardan da elə bir konsentrasiya var. Müqəddəs Baharda yenə də simfonik bir ənənələr qaldı. Yenə də hansısa bir, məsələn, orada fagotla başlayıb birinci kapevkaya. Orada isə bir başqa quintessensiyası. Ona görə mən bu əsəri göstərdim. Çünki mənə elə gəlir ki, bu hətta Müqəddəs Bahardan da güclüdür. Son nöqtəsində çox güclüdür. Və elə bir ki, yağlı bir nöqtə. Əlbəttə, oradan müəyyən o 1913-cü ildir, bu artıq 23-cü ildir də, 10 il keçib üstündən. 13-cü ildə başlamışdır. Bu əsəri də həmin ildə başlayacaq. Və əsərin instrumentovkasını dəyişmək üçün uzun bir zaman keçir. Bu əvvəl düşünülmüş ki, başqa bir alətlər istifadə edilsin. Sonra isə bu həm zamanın təsiri oldu. Mən danışdım bu arada. Mexanistik alətlər də istifadə etmək istəyir. Çox maraqlı olardı, yeri gəlmişkən alsaydı. Bir dənə də axırıncı bir şeydir. O Akşin Əlizadə ilə bağlı biraz mənim üçün qaranlıq qaldı o məsələ. Yəni siz dediniz ki, Cavanşir Quliyev, Aydın Əzimov, Həsən Alı Gözəlzadə, amma güya onun yekunu Akşin Əlizadə oldu. Mənə gəlir Akşin Əlizadə əksinə başladı. Bunlar sonra ondan... Yox, Akşin Əlizadə də başlamışdı. Amma bu iş 60-cı illərdə başlamış. Yekun kimi biz bir var ki, ideya şəklində biz, məsələn, ola bilər ki, məsələn, sonra deyəsən, eybi yoxdur. Biz ola bilər ki, hansısa bir ideyalar dolaşsın cəmiyyətdə. Əlbəttə, heç bir zaman ideyanı bir dənə adam verə bilməz. İdeya, ümumiyyətlə, cəmiyyətdə dolaşmaqda, Skif məsələsi, nə qədər şair yazmışdı onu, nə qədər ona müraciət eləmişdi. Axırda o Skiflər də gəldi, hətta dövlətlə qurdular. Yəni, bizdə də o ideyalar dolaşır. Əlbəttə, orada Akşin Əlizadə var idi. Yəni ki, bizim cəmiyyətdəki bu zahirliyi də var idi. Məsələn, Fərəc Qarayevdə çox parlaq nümunəsi. Bu yayıq basına eybi yox. Bu işdə, bu ideyalar məcmusu. Əlbəttə, bir neçə əsərlər yox. Cavanşir Quliyev, məsələn, sadəcə çox sanatlı. 73 milyon axırında. 79 uvertüradır deyəsən. Fərq eləməz. Bu əsərlərin hamısı yaranır yavaş-yavaş, amma böyük tabloların yaranması çox çətin bir məsələdir. Biz bəstəkarlarında bilirik bunu. Bunu yaratmağı Akşin müəllimdən müəssər oldu. Mənim fikrimcə. Akşin müəllim birinci o 3-cü simfoniyanı yazır. 82-ci ildə. Sonra 84 Muhammed, sonuncu 86-cı ildə 5-ci simfoniya. Yeri gəlmişdən o əsəri mən çox müstəsna bir əsər saydım. Çox az olur, təəssüf ki. Orada qəribə bir tərkib var. 2 saz, 2 zurna, ney, milli alətlər özdəki orada folklor kimi təsvir edilir. Folklor kimi deyil, arxetiplər var. O əsəri ifa eləmişdir biz o zaman 20'lərdə festivalda. Təəssüf ki, az səslənir. Buyurun oğul, ben de istedim. Kamilə xanım da bir söz deyib ki. Buyurun Kamilə xanım. Siz sualınızı və sorun bitir. Kamilə xanım, yaxşı. Deməli, sualım odur ki, Məsud, elə həmin bu mövzu ilə bağlı. Yəni, bax, skiflər var, kontekst var və fəlsəfi ideya var, işləyir təzədən. Yəni, ümumi bir fəlsəfi ideya var. Fəlsəfi estetik. Estetik. Yəni, yığılırlar, skiflər, qrupu da var, yəni şairlər falan yazırlar. Bizdə, nəsə sönür, eybi yox. Eybi yox, hələ belə danışılır. Bizdə o texniki tərəfi aydındır, məsələn. Yəni, məsələn, arxetiplərə, yəni Akşin müəllimin əsərlərindədir və digər bəstəkarlarda. Yəni, bu texniki tərəfdən mən onu anlayıram, musiqiçi olaraq anlayıram, başa düşməm. Amma yəni, onun fəlsəfi tərəfini mən o qədər də hələ nə ilə identifikasiya edə bilirik biz, məsələn, onu? Yəni, onlar skiflərlə bağladılar onu, başa düşdük, məsələn. Bizdə nədir o? Yəni, mən də onu demişdim, Blusov, yox, Viçlav İvanov başlaydım, müəllim dedi. Viçlav İvanov 1891-də o birinci dəfə
skif mövzusunda şey deyirlər. Ondan əvvəl mən rast gəldim. Hə, biz turançılıqdır da. Bizdə Əli bəy Hüseynzadə Turan şiiri yazır. O zaman bizim toplum öz-özünə müsəlman deyirdi. Bax, Mirzə Cəlildə oxuyun, müsəlman, İliyər bəydə oxuyun, Haqver deyirdi. Hamının əsərlərində biz müsəlman toplumun Nəcəf bəy Vəzirov, Mesela Akismerçadan 5-ci simfoniyası necə turançıdır ki o? Yəni, yox, tutamıram. o Turancı deyil. Belə Cavanşir müəllim Turancıdır məsələn. Sazla, skripka, Orada hə. motivlər vardı. Aha. Motivlər. Bunlar hamısı yavaş-yavaş toplanır. Bu belə deyək, musiqi əsərində birbaşa ideologiya təzahür olmur da bu şəkildə formasında. Bizdə həmin o Turan xətti qırıldı. Aha. Əvvəla belə deyək, Molla Nəsrəddinçilər çox güclüydülər, çox da belə, onlar çox böyük güclə o füyuzatı yatırdılar. Füyuzatda olan ideya əksliyi onlara qarşı bu mümkün olmadı. Əli bəy Hüseynzadə də, Əhməd Ağaoğlu da, həm də sonra bolşeviklər gəldilər. Bu məsələlər əslində davam edirdi 20-ci illərdə, təzahürü var idi. Fikir verirsiniz, Əmir Teymur tamaşası yazıldı o dövrdə, Cavid Əfəndi bu əsərləri yaratdı. Sonra Cəfər Cəbbarlıda var idi. Sovetlərin ilk dövründə əslində belə deyək də bu Turan ideyalarına qarşı deyildilər. Ne üçün? Çünki onlar bunu hesab edirdi ki, bolşevizmin yayılması üçün kömək ola bilər. Hətta Ənvər Paşa da onlarla bir yerdə Moskvadan gəlmişdi Bakıya, bilirsiniz. Sonra aydın oldu ki, bu mümkün olmayacaq. Yoldaş Stalin göstəriş verdi ki, sosializmi bir ölkədə quracağıq. Bu çox vacib bir tesisdir. Onunla da ölkə izləyənizmə girdi. Bütün bu ideyalar qırıldı. Maraqlı bir cəhət oldu ki, sizə bir şey deyim, o zaman unifikasiya var idi Latin əlifbasının. Mən məsələn o dövrün Latin əlifbası ilə özbək dilini oxuya bilirəm, başa düşürəm. Mənim başda yaxın bir dildir. Amma kirillik əlifbəyə keçəndə elədilər ki, biz tamam ayrıldıq. Kirillik özbək əlifbasını oxumaq çox çətindir, başa düşürsən. Elə alındı ki, bu, yəni, belə olmamışdı. O zaman bu ideyalar bağlandı, artıq sırf belə deyək də, Lednikov periyod başladı, sosialist dövrü və 60-cı illərə kimi bu davam edir. 60-cı illərdə həmin o Xruşov dövrünün şeyi başlayır. Buna şey deyirlər də, mülayimləşmədə, belə deyil, mülayimləşmədə o buzlar əriməyə başlayır. O buzlar əriyəndə bizim cəmiyyətdə yenidən başlayır, diskusiyalar başlayır. Açıq yox, amma qapalı camiələrdə bu diskusiyalar başlayır getməyə. Və bizdə də, belə deyil də, bəstəkarlıq avanqarda çevirir o vaxt. O vaxt avanqarda çevirir, amma yəni yazıcı ədəbi camiədə də bu proses gedir. Bogustan jurnalı, amma vardı deyilir, bunları hamı bilir. Bu musiqidə axtarışlar çox gec olur, bilirsiniz, çətindir. Bəlkə hərənin öz arxetipi var məsələn, bəlkə yəni o cür, yəni ona istinad edirlər. Yox, istəsən də, istəməsən də biz əvvəl axır hamımız belə deyil də, mən sivilizasiyaların müxtəlif adı olur, polis olur, yox sivilizasiya. İnsanlar toplum şəklində yaşayanda istər-istəməz özünə identifikasiya axtarır. İstəsən də, istəməsən də bu, yəni bu belədir, bu reallıqdır. Çünki insan kütlə ilə yaşayanda gərək bir orientiri olsun. Ya dini, ya ideoloji, ya arxetipik, ya hansısa. Bizdə də aşağı-yuxarı bizim dilimiz və ədəbiyyatımız bu orientasiyanı müəyyən edib də ki, biz həmin bu yaxında dövlət başçısı bu arada dedi ki, bizim ailəmiz Türk dövlətləri ailəsidir. Bu məcraya biz o saat gələ bilmədik. Biz çox yavaş gəldik. Bizim demək olar ki, 1920-ci ilə qədər 20 neçənci ilə kimi bizim ədəbiyyatda, bizim klasik ədəbiyyatda özümüzü müsəlman adlandırırıq. Hamı, bütün əsərlərdə də, dedim mən. Axundovda da var bu, Nəcəf bəy Vəzirovda da var, Mirzə Cəlildə, Üzeyir bəy Haqdır, hamı özünə müsəlman deyirlər. Bu nə deməkdir? Bir növ, elə bir Yahudilərdə kimdə dini orientir, həm də milli orientirdir. Ümmət şəklində özümüzü hiss edirik hələ. Milli identifikasiya axtarışı da ADR-in yaranması ilə həmin o dövrlərdə başladı. Əhməd bəy Ağaoğlu məsələndə ona pantürkizmin əsasçılarının, əsas sütunlarından biri kimi sayılır. O amma əvvəl düşünürdü ki, biz İran xalqları ailəsinə mənsub bilirsizlər. Aristoteles Sorbonnada oxuduğu həmin dövrdə o sırf belə düşünürdü. Sonradan fikrini dəyişdi. Bir çox bizim düşüncə fikir adamları
yavaş-yavaş biz hamımız bu fikrə gəlib çıxdıq və nəhayət 100 ildən sonra dövlət rəhbəri də bunu belə elan edir. Yəni bu artıq bizim orientasiyamız istər-istəməz. Yəni biz buna çox yavaş, çox belə asta, çünki bu axtarışlar uzun zaman tələb edir və bizim region çox mürəkkəb regiondur. Kifayət qədər mürəkkəb region olduğu üçün burada bir neçə vektor işləyirlər. Mən yeri gəlmişkən əsərimi bitirmişəm, mən o barədə söhbət açdım. Özümlə diyalogda ki, Azərbaycan nədən unikal bir mədəniyyətdir? Bunu biz özümüzü tərifləmək üçün demirik. Özünü adam tərifləsə də gülməli olur. Amma Azərbaycanın unikallığı onun yarandığı və yerləşdiyi geosiyasi məkandadır. Bizim İranla çox dərin bir qatqımız var. Onlarla böyük bir sivilizasyon əlaqəmiz var. İndi bu dövlət şəklində olmasa da istən din şəklində qalır. Şiəlik, istər-istəməz bu da bir xətt. Osmanlı İmperiyası ilə bizim dil yaxınlığımız var. İndi də Türkiyə ilə dil yaxınlığı çox vacib. Rusiya ilə də bütün əlaqələr ola bilsin başqa müxtəlif müstəvilərdə olsa da kültür, indi bugün bu söz açdıq biz buradan, bəstəkarlıq məktəbi, milli identifikasiya axtarışları, bütün bu təsirlər kültür əlaqəsi. 3 geosiyasi vektor bizim kültürümüzü müxtəlif formalarda, müxtəlif dövrlərdə dəyişdirir və belə bir qəribə bir qalay, splav əmələ gəlir. Kamilə xanım, siz... Təşəkkür ederim, çox maraqlı mövzuydu və çox potansiyalı çox zəngin olan bir mövzuydu və ona görə mən bir sıra həm suallarım olacaq, həm müəyyən fikirlərim olacaq. Çox təəssüf edirəm ki, mən gec gəldim və ola bilsin ki, bu barədə siz danışırsınız, amma yenə də aydınlıq gətirmək istərdim. Konkret olaraq sualım və sonra mənim bir fikirlərim olacaq. Svadipkanın skif mövzusu kontekstində necə dəyərləndirirsiniz? O dövrdə 20-ci əsrdə həqiqətən də o skif mövzusu çox, belə deyək də, çox yayılmış bir mövzudur və ümumiyyətlə o türkçülük cərəyanı siz bəzi soyadları çəkəli versiyonunda Ağoğlu, Üzeyirdə mən əlavə edərdim ora. Sonra İsmail bəy Qasparalı mütləq şəkildə orada olmalıdır, çünki ideologlardan biridir, əsas ideologlardan biridir. Və Rusiyanın özündə də, ən maraqlısı özündə də o özünə dərk prosesləri, özünə identifikasiya prosesləri gedirdi və 2000-ci illərdə yaxud da 90-cı illərin sonunda çox gözəl bir kitab araşdırma işimizi görmüşdü. Vişnevitskinin Евразийское уклонение Русской 20-30 годов, oradan çox dəyərli bir tədqiqat əsəridir. Həqiqətən də bu cərəyan mövcuddur və konkret olaraq Svadipkanı siz skif mövzusu kontekstində necə dəyərləndirirsiniz? Bu birinci sualım. İkinci, bilməm nə dərəcədə bu, yəqin ki, mənim müəyyən düşüncələrim olacaq. Bəlkə də yenə də bu barədə siz mühasirənin əvvəlində demişsiniz, mən çox təəssüf ki, əvvəlini dinləmədim, təkrarlayıram. Mənə elə gəlir, Svadipkanın əsas arxetipi inisiasiyadır. Bax, bu arxetipdir, bu bir mənalı şəkildə inisiasiyadır. Yəni, inisiasiyada hansı bir statusdan digər statusu keçir. Onun, yəni, belə bəsit mənası, bəsit anlamı budur. Amma daha geniş alanda, fəlsəfi alanda ümumiyyətlə keçidir. Yəni ki, keçidir. Burada bir qeyri-xəttilik var. Burada, çünki istənilən keçir və bütün bu polisemantizm məhz bununla bağlıdır. Biz fikir versək, deməli, burada musiqi çox polisemantikdir. Nəyə görə? Çünki Stravinski burada qədim ritualı, ayinləri, mərasimləri sanki bərpa edir. Baxın, mərasimlər özləri polisemantikdir. Misal üçün, hər bir yaz mərasimində Azərbaycanda da belədir. Ən, belə deyək də, bütün folklor mədəniyyətlərində belədir. Misal üçün, yaz mərasimində müəyyən, belə deyək də, optimistik deməzdim, amma belə fəlsəfi baxış var. Yəni ki, baxın, yaz mərasimində müəyyən lay-lay deməkləri var. Yaxud da əksinə, do mərasimində müəyyən belə faciəli elementlər var. Bu Svadipkada özünü göstərir və deməli, inisiasiya mövzusu ümumiyyətlə, belə deyək də, çox maraqlıdır ki, balet janrında
çox belə təzahür etmişdi. Belə bir araşdırmaq istəyərdim ki, tanışız, müəllifini unutmuşam, çox təəssüfdir. Misal üçün, elə klassik baletdə Jizelin özü həmin bu arxetip üzərində qurulur. Yəni, Jizelin o Willis statusuna keçməsi həmin eyni arxetipdir. Maraqlıdır ki, həmin o araşdırmada Qara Qarayan 7 gözəl baleti də göstərilir. Krasnova ola bilər. Ola bilər, mən oxumuşdum o tədqiqatı, indi yanında deyil. Mənə elə gəlir ki, əslində Fərəc Qarayevin Qobustan kölgələri də həmin arxetip üzərində qurulur. Mənim müəyyən fikirlərim var o barədə. Həmin arxetipdir, eyni arxetipdir. Və bir məsələ də oxumaq istərdim, bir etnomusikşünas kimi. Burada folklor elementlərinin, folklor üsullərinin təzahürü Svadikada əlbəttə ki, çoxdur. Əlbəttə ki, çoxdur. Amma söhbət burada yenə də siz dediyiniz kimi kitabdan getmək. Burada sadəcə olaraq bir mövzu kitabdan gətirilmişdir. Siz yəqin ki, bu faktı da söylərsiniz. Mən təkrar etmək istərdim ki, Kiriyevskinin toplusuna o da özü də Slavyanofiliyada istifadə edilmişdi bir mövzuda. Bu bir maraqlıdır fakt var. Yəqin ki, onu da siz demişsiniz, bəlkə də deməmişsiniz. Stravinski əsl, belə deyək də, Slavyan folklorunu və onların, belə deyək də, arxetipik xüsusiyyətlərini öyrənmək üçün Kiyevə gəlmişdi. Yəqin ki, bu faktı sizə danışdı. Bəli. Və orada sırf, yəni autentik folklor nümunələrini toplamağı yox, hər halda mənbə kimi istifadə etməyə çalışmışdı. Burada iş orasındadır ki, Svadikada burada biz çox vaxt folklor və bəstəkar yaradıcılığı deyəndə nədənsə çox bəsit səviyyədə də belə hələ ki qəbul edirik. Çox bəsit səviyyədə. Söhbət burada ondan gedir ki, bu əsərdə əslində Stravinski Rus, belə deyək də, musiqi təfəkkür tərzini dərk etmişdi və onun qanuni uyğunluqlarını təsir etmişdi öz əsərində. O özünə musiqi dilinin bir çox üsullərində də özə verir. Misal üçün, orada angimetonika çoxdur. Biz bir daha bunu dinlədik, angimetonikadır. Və sonra orada bir maraqlı məqamda var. İş arasında ki, burada Stravinski musiqi nümunələrindən istifadə etməsə də, amma poetik mətnlər orijinaldır. Və o şair yaradıcına müraciət etməmişdir. Orada yer gəlmişəm, ola bilər Pushkinin şeiri olsun, bilsiniz onu. Pushkin Kiriyevskiyə göndərəndə, yox, məşhur söhbətdir. Pushkin Kiriyevskinin antologiyası üçün şeirlər yığırdı, o da, onlar bir yerləşir. Sonra Pushkin yazılarının birində qeyd edir ki, biri mənim şeirimdir, amma Kiriyevski ayırt edə bilmir. Kiriyevski bunun mütəxəssisi ki, Pushkində də belə bir şey var idi. Götürüb bir dənə şeiri özü yazır. Amma söhbət indi nədən gedir? Stravinski, baxın burada nə etmiş, çox maraqlı bir, əslində bu səthədə araşdırmalar aparılmamışdır, amma potensialı var, çox gözəl bir elmi araşdırma ortaya çıxa bilər. Söhbət nədən gedir? Burada Stravinski autentik folklorun mətnlərinə müraciət edərək onları necə var saxlamışdır və əsas odur ki, onların artikulyasiya xüsusiyyətlərindən istifadə etmişdir. Baxın, burada mətn özü musiqiyə təlqin edir. Yəni ki, musiqinin quruluşunu təlqin edir, belə demək mümkündürsə. Yəni ki, baxın, burada deməli, belə terminlər vardır. Misal üçün, Rus folklorunda qalasit. Они не говорят «мухайом», они говорят «qalasit» misal üçün. Bax, həmin o qalasit, belə deyək də, artikulyasiya xüsusiyyətlərini və s. Burada hamısı, yəni ki, bu öz əksini taxmışdır və müxtəlif janrlar təbii ki, həmin o janrların repetitiv səciyyəli xüsusiyyətləri. Misal üçün, plaçdır, burada psalmodiya var, psalmodiyanın, yəqin biz bunu eşitdik, bugün də eşitdik, çox gözəl nümunələr var və s. Deməli, bax, burada həm də ki, janr xüsusiyyətlərini təsir etmişdir. Yəni, əsər həqiqətən də çox maraqlıdır və sizin təhriminizdə doğrudan da böyük maraq kəsb edir. Çox sağ olun, təşəkkür edirəm. Skit mövzusuna gəlincə, dostlar, bu simbolik biz o skitlərdə görmüşük, eşitmişik, uzun müddət mübahisə getdik ki, bu İran dilli tayfadır, başqalar dili yoxdur, Türk dilli tayfadır. Biz bu barədə demək olar heç nə bilmirik, belə deyək. Bizim arxeologlar orada nəsə qazıqlar çıxardıqlar, yaxşı keç olmasa bunu bilirik. Bu bir növ simvol idi, üsyanın simvolu. Pasiyanlarlıqda partlayan bir cəmiyyətin özünə çıxışı,
Və siz orada gördünüz Danilevskinin Rusiya Avropa əsərində yazırdı ki, orada biz çox təhqir olunur. Yəni Avropa Rusiyanı qəbul etmir. Yəni, bu məsələ idi. Məsələ bunda idi ki, biz identifikasiyamızı Avropada tapa bilmirik. Ona görə biz skifləri axtarırıq. Biz özümüzü elə bir orijinal bir simvola yəni, apellyasiya edirik ki, o yoxdur Avropada, biz özümüzük. Yəni, vacib, yəni biz dominantıyıq, bunu da bilirlər. Amma konkret skifin özü nədirsə, o ancaq poeziyada var, belə deyək. Gümüş əsr onu yaradır. Və bu əsərdə də onun simvolu, belə deyək, havalarda dolaşmaqda, konkret skif yoxdur. O ki, qaldı autentik Rus folklorunun musiqiyə təsiri, bu sırf musiqişünas yanaşmasıdır, Kabilə xanım. Biraz bəstəkarın haqqını verək də. Həmin o teksti biz versəydik Çaykovskiyə, olardı belə napev, belə versəydik Raxmaninova, olacaqdı bir qəşəng romans, fortepiano çalır, belə arpegiolar gedir. Biz bəstəkarın haqqını verək biraz. O özü buna gətirib çıxardıb. Elə istənilən mətni biz burada indi hamımız deyirik, bəstəkarlıq texnologiyadır. Biz istənilən mətni istənilən hala çevirə bilərik. Bu prizma. Məsələn, mən bir dəfə Fəridə ilə danışdım, vokalistiyəm. Maraqlıdır da, vokalistin bir do notu, bu minordur yoxsa majordur, aktor qurulmasın. O da deyir ki, vokalist subyektdir, vokalist donu elə oxuya bilər ki, do minor da ola bilər, do major da. Dedim ki, hay, mənə 3 dənə alət ver, elə mən sən do majora fırladım, dodekafoniya fırladım, istəmir. Yəni bu, bizim üçün vacib olan bəstəkarlar üçün daha çox da nədir? İntonasiyalar, tembrlərlə işləmək, formanı yığcam eləmək, artikulyasiya, alətlərin istifadəsi. Bunlar, belə deyək də, bunları Stravinskiyə qədər mən belə bir bəstəkar görməmişdim. Nə Avropa musiqisində, nə Rus musiqisində, heç bir yerdə. Folkloru ultra müasir bir musiqi dilinə çevirmək, bu, yalnız bu bəstəkarın istedadıdır, yəni möhürüdür. Çünki ona qədər məsələn, Bartok çox çalışır, çox böyük işlər görür bu. Avropa folklorunu, o birisi də Macar folkloru ilə yanaşır, onun folkloru da, Balkan xalqlarının folklorunu da yığırdı, amma bu tipli əsər meydana gəlmədi. Bu tipli əsər meydana gəlməyi üçün birinci həmin o ideoloji sən demişkən də, ideoloji böyük bir passionar bir dalğa lazım idi ki, bu dalğa da bunu da aparır. Təbii də bu da həmin o cəmiyyətin bir tərkibçisidir. İkincisi, avangard. Avropada artıq Schönberg'in axtarışları, dodekafon, Zwölfton texnik, ikinci Viyana məktəbi və onların axtarışları, təbii ki, bunlarla da bunlar aydındır. Bir də Fransadakı impressionistlərin, post-impressionistlərin, o da fransız yolu idi. Fransada 12 tonlu texnika alınmadı. Burada isə çox orijinal bir Rus musiqisinin yeni bir xətti tapılır və indiyə kimi aktualdır. Mən qısa cavab verdim Kamil xanım. Siz çox sağ olun, yaxşı remarkalar yazılmış, ekspresyonist ruhlu belə bir ştab əsəri. Halbuki ekspresyonizm sırf Alman cərəyanı. O sırf Alman böhranının, daxili böhranının problematisistandan sonra əvvəla böyük bir böhran başlayır. Biz bilirik də, bunun kitabı da var. Harmoniyanın böhranı başlayır. Sırf musiqi tərəfi deyirəm. Cəmiyyətin də böhranı başlayır. Bu axtarışlar gətirib çıxardır 12 tona və həm də texnika kimi istifadə edə bilərik biz. Amma onun içinə girib tamamilə daha ekspresyonist 100 il əvvəl olan o Alman böhranını təkrar eləsək, bu incəsənət əsəri olmayacaq, klişə olacaqdır. Eyni ilə də böyük tonlu tersiyerlə götürüb belə bir, nə bilim, bizim indi bəstəkarlıq məktəbi nə baş verir. Bizim gənc uşaqlar dinləyəndə mənim elə gəlir ki, 30-cu illərdə yazılmış əsərlər dinləyirəm. Belə bir şey, 21-ci əsərdə. Yox, məsələn, arxetiplər... O arxetip deyil, o arxetip deyil, o artıq biz o orientalizmin belə üstünə 100 dəfə su tökülmüş, o yağla birləşməyən, içində də yağ üzür, şöyle orada ağlayır. O yağ üzür və qazanın içində sudur, qazan vadadır da, yəni siz üzr istəyirəm, yəni yox, bizim açıq danışaq, bizim bəstəkarlıq məktəbindən o cür məsələlər çıxır. Yəni, qulaq asırsan ki, dəf məsələn, İran bilinmir nədir, ümumiyyətlə. Yəqin ki, onun səbəbi həm də arxetiplərin bizim o siz dediyiniz ümumi bir Turan məsələsi var idi. Onun bəlkə də rəflərə düzgün qoyulmamasıdır. Yəni, adamlar başqa cür başa düşürlər. Təlqin edirlər. Uşaqlara təlqin edirlər onu da. Yəni, o da düşünür ki, tamam, mən ancaq bununla məşğul olmalıyım, başqa işinə dinləmirəm.
Və yəni onu yəni sırf o şey deyildi. Yəni. Yox, bununla 100% razıyam. Məsələn də Kamilə xanım da dedi ki, burada çox dərin elə bir sanki rus yəni qədim ritual dinləyirsən, amma bu tamamilə autentik musiqidir, bəstəkar. Yalnız bir dənə kiçik bir istat verib, bütün əsər orijinaldır. Və yenə təkrar edirəm ki, arxetipik olmağına yanaşı ultramodern bir əsər edir. Öz dövrünü, çağdaş dövrü ilə addımlaya bilməyən bəstəkar, o artıq maraqlı olmayacaq. Maraqlı olmayacaq. Minnətdarlıq.